Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalib layihələrindən olan Tarixi Tənqidçilər Məktəblilərin media savadlılığının artırılmasına dəstək layihəsinin açılış mərasimi keçirilib. Açılış tədbiri Cəlilabad rayon Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli məktəbində baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri, şagirdlər, müəllimlər, tarixi tədqiqatçılar, əməkdar müəllimlər, məktəbin rəhbərliyi və bir sıra ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə layihənin eksperti Fariz Rızayev açıq elan edib. Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Gülnar Aslanova layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Layihəmizin adı Tarixi Tənqidçilər Məktəblilərin media savadlılığının artırılmasına dəstəkdir. Layihənin məqsədi tarixi mövzularda tənqidi təhlil aparmaqla məktəblilərdə media savadlılığını artırmaq və məktəblilər üçün tənqidi düşüncə bacarıqlarının formalaşmasını davamlı təmin edən mexanizmin formalaşdırılmasından ibarətdir. Gülnar Aslanova bildirib ki, layihə məktəblilərdə tarixi mövzulara tənqidi yanaşmanı formalaşdırmaqla media savadlılığını artırmağa xidmət edir. O, həmçinin layihə çərçivəsində keçiriləcək tariximizə ekskursiya infoturunun şagirdlərə tarixi məkanları yaxından tanımaq imkanı verəcəyini qeyd edib. Tədbirdə çıxış edən qonaqlar layihənin gənc nəsil üçün əhəmiyyətindən danışıblar, iştirakçılara öz tövsiyələrini veriblər. Tarixi tənqidçilər layihəsi gənclərin media savadlılığına, tənqidi düşüncə bacarıqlarının formalaşmasına və tarixi biliklərinin zənginləşməsinə mühüm töhfə verməyi hədəfləyir. Layihə təlimçisi Şəfəq Əhədova layihənin icrası prosesində görülən işlərdən danışıb. Bizim bu layihədə qarşımızda duran vəzifələr şagirdlərə informasiyanı düzgün analiz etməyi öyrətmək, onlara həm də ki, kiber təhlükəsizlik baxımından özlərini daha yaxşı qoruya bilməyi öyrədəcək. Tədbirin bədii hissəsində layihədə iştirak edən şagirdin və kiçik yaşlı məktəblilərin ifasında musiqilər səsləndirildi. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Layihə şagirdlərin tarixi tənqidçilər, məktəblilərin media savadlılığının artırılmasına dəstək məqsədi ilə həyata keçirilir. Elvin Qudrətov, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.